Yarışın ən önəmli məqamı isə məncə Hülkenbergin refleksləri oldu. Komanda yoldaşı qarşısında idarə etməni itirib spin atmışdı və az qalsın toqquşacaqdılar. Amma Hülkenbergin son saniyədə manevr etməsi nəticəsində qəzadan qaça bildilər. Buna görə də məncə Formula 1 sürücülərinin reflekslərinə heç bir irad bildirmək mümkün deyil. Bu arada top komandalar Hülkenberg, Perez, Alonso kimi pilotlarla işləməlidirlər məncə. Bu sürücülərin təcrübəsi həqiqətən də yarışa maraq qatar və çempionluğa namizəd də olarlar. Daha bir diqqət çəkən məqam Max Verstappenin yarışın əvvəlində olan qəzası oldu. İlk dəfə idi Max boynuna aldı ki, səhv ondadır. Əslində biraz daha az aqressiv davransaydı bəlkə də qəza olmayacaqdı, amma trek yaş idi və burada sürücüyə bir irad bildirmək əslində düzgün olmaz. Daha bir afərin isə Fernando Alonso'ya düşür. Adrian Newey'nin dəyişikliklərindən sonra maşın həqiqətən də biraz özünə gəlib. Buna Fernando Alonso'nun təcrübəsi də əlavə olunanda Aston Martin Hollandiyadan 2 xal ilə ayrılmağı bacardı. Bu mənim fikirlərim idi. Siz də öz fikirlərinizi şərhlərdə yazmağı unutmayın.